Salam dostlar. Bir dəfə bir nöqtəyə işarə etdik. Narrativlərdən ideologiya və sonra sosial hərəkatların yaranması modeli idi. Biz bunu açıqladıq ki, bizim baxışımız budur. Deməli, tarixdən narrativlər ələ gəlir. Birinci tarixdir, tarixdən narrativlər ələ gəlir. Narrativlərdən paradigmalar yaranır. Paradigmalardan dünya görüş yaranır. Dünya görüşlərdən dəyərlər və ideyalar yaranır, ideyalardan diskurslar yaranır, diskurs ideologiya formalaşdırır, ideologiya isə sosial hərəkatlar formalaşdırır. Bu cür deyək, cəmiyyətin düşüncəsində təbii bir prosesdir, inkişafı və təbii təkamülüdür. İndi baxaq, tarixi narrativ, məqsəd nədir? Tarixi narrativ deyəndə bir xalqın yaddaşında hansısa seçilmiş hadisələrin, tanınmış şəxsiyyətlərin, mühüm proseslərin hekayə formasında təqdim olunmasıdır. Yəni, onlar sadəcə faktları deyil, həm də bu hadisələrin insanlar üçün daşıdığı həmin semantik, yəni məna baxımından emosional və simvolik mənaları əks etdirir. Semantik, emosional və simvolik mənalar. Bu hekayələr nəsildən nəsilə ötürülərək kimliyin formalaşmasına təsir edir, kömək edir. Məsələn, qəhrəmanlıq dastanları, müstəqillik uğrunda mübarizə xatirələri, din uğrunda mübarizə, Kərbəla faciəsi, məsələn bunlar. Və ya böyük mədəni nailiyyətlər bir xalqın özünü necə gördüyünü həmin o müəyyənləşdirir. Anderson vaxtda deyir ki, millətlər, dəqiq deyir, bunu düzgün deyir, Benedict Anderson. Millətlər təsəvvür olunmuş icmalardır. Millətlərin formalaşması prosesində, yəni siyasi millət. Bu təsəvvürlərin yaranmasında əsas rol isə məhz tarixi narrativlərə məxsusdur. Əgər yəni sən narrativ təqdim etməsən, dövlət başında oturan həmin bu lotular, avaralar, qumarbazlar gəlib narrativlər təqdim edəcəklər. Və onlar da keçmişi yalnız xatırlatmaq üçün deyil, həm də gələcəkdə olan öz məqsədləri üçün, yəni gələcəyi öz istədikləri kimi yaratmaq üçün bu narrativləri nə edirlər? Formalaşdırırlar. İkinci məsələ paradigmalar məsələsidir. Yəni narrativlər paradigmaları formalaşdırır. Cəmiyyətin hadisələri necə anladığını formalaşdıran bir ümumi düşüncə çərçivəsidir. Yəni paradigma gəlir, narrativ gəlir, paradigmanı formalaşdırır. Onlar müxtəlif narrativlərin dediyim kimi birləşməsidir. Birləşməsindən yaranan bir zihni məhsuldur. Və sosial reallığı izah etmək üçün qəbul edilmiş qaydalar və anlayışlar məcmuəsidir, toplusudur. Thomas Kuhn qeyd edir, deyir, baxdı ki, elmi inqilablar paradigmaların dəyişməsi ilə baş verir. Yəni, hətta elmi inqilablar cəmiyyətə baş verən, məsələn, 4 sənaye inqilabı indi baş verib, düzdür. Bunlar da həmin birinci yerə paradigmalar dəyişilsin. Paradigmaları dəyişmək üçün yerə narrativləri tərif edəsən. Narrativləri sən tərif etməsən düşmən edəcək, yəhudi gəlib edəcək. Nə bilim, filan Ali Baş Komandan, nə bilim, bunlar gəlib eləyəcəklər. Düzdür, ona görə narrativləri beyni işləyən, faal, mömin, xalqına ürəyi yanan insanlar tərif etməlidir. Yəni, yeni ideyalar köhnə düşüncə çərçivələrini əvəz edir, elm və cəmiyyət fərqli istiqamata inkişaf etməyə başlayır. Aydındır. Sosial elmlərdə də yeni proses baş verir. Yeni narrativlər ortaya çıxır, onlar yeni paradigmalar yaradır və bu insanların dünya baxışını dəyişdirir. Deməli, sonraki məsələ nədir? Dünyaya baxış və ya dünya görüşü. Nə oldu? Narrativ paradigma yaradır, paradigma dünya görüşü yaradır. İnsanın və ya cəmiyyətin dünyanı necə gördüyünü müəyyən edən düşüncə çərçivəsi dünya görüşdür. Aydındır. O qəbul etdiyimiz paradigmaların həm fərdi, həm də kollektiv şuuruna hopması nəticəsində formalaşır. Kant vaxtı deyir ki, dünya görüş insanın bütün bilik və təcrübəsini vahid bir sistemdə birləşdirən çərçivədir və bu düzdür, amma bir nöqtəyə qeyd edim onu ki, əlavə. Sadəcə bir məlumat toplusu deyil, dünya görüş həm də hansı dəyərlərə üstünlük verdiyimizi və hansı məqsədlərə çatmaq istədiyimizi də müəyyənləşdirir. Yəni, o düşüncəmizin əsası həyat seçimlərimizin isə nədir? İstiqamət vericisi olur. Deməli, nə?
Deməli, dünya görüşündən dəyərlər yaranır və ideyalar yaranır. Diqqət edirsiniz. Narrativ paradigma doğur, paradigma dünya görüş yaradır, dünya görüş dəyər və ideya yaradır. Bəzən nəyə görə ideyalar müvəffəq olunur? Bax, bu silsiləni bilməmək, əməl etməmək. Bəzən ideya verirsən, nəticə almırsan. Dəyər vermək istəyirsən cəmiyyətə, nəticə ala bilmirsən. Çünki hansı bir narrativə söykənmir və bu cür. Dəyər və ideya dedikdə məqsəd nədir? İnsanın və ya cəmiyyətin dünya görüşündən doğan əsas istiqamət. Onlar hansı məsələlərin önəmli olduğunu, hansı məqsədlərə üstünlük verildiyini cəmiyyət üçün, sənin üçün, mənim üçün aydınlaşdırır, müəyyənləşdirir, təyin edir. Bu mərhələdə abstrakt düşüncələr artıq bir abstrakt, mücərrəd düşüncələr var. Bunlar konkret fikirlərə və ideyalara çevrilir və həyata keçmək üçün planlara çevrilir. İdeyalar sonra isə planlara çevrilir. Dahrendorf Bakda deyir, dəyərlər olmadan ideyalar istiqamətsiz qalır. Yəni, dəyər və ideya sanki bir-birinə bu cür qarışıb bir yerdədir. Bunları gərək ayırmayaq. Mənim müəyyən dəyərlərim var və ideya onun üstündə sanki onun içindən, ruhundan doğur. Yəni, dəyərlər ideyalara yön verir, istiqamət verir. İdeyalar isə bu dəyərləri gerçəkləşdirmək, həyata keçirmək üçün bir hərəkət istiqaməti yaradır. Bundan sonra mən ikinci söhbətimdə, bu səsi də biz yazırıq, diskursu və bu məsələləri sizin üçün izah edəcəm. Çünki nədir? Dəyərlər və ideyalar özündən sonra diskursu yaradır. Diskurs bundan sonra məna tapır. Diskurs niyə müvəffəq deyil? Bunu bilməmək, buna riayət etməmək. Bundan sonra diskurs məna tapır.